Azərbaycanın adlı sanlı çalışkan bir şəxsiyyəti bu yolda canından malından keçən və sizlərə bəlkə artıq tanışdır, mən tanıtılmaq da lazım olmuyor. Əkbər Azad cənabları danışacaqlar. Uca alqışlar yaşasınlar. Dediler yaşasın. Ben deyirəm yaşasın Azərbaycan. Yaşasın! Bugün biz burada yığışmışıq. Böyük sərdarımız, milli sərdarımız, qəhrəmanımızın 90 il məzlumluğun burada xatirəsin əzizləyək. İndi onun əksləri sizin əlizdədir. Mən xahiş edirəm, qaldırın göyə. Bu dürbünlər o əksləri görsətsin. Biz 100 ildən sonra hələ də öz haqqımıza çatmamışıq. O da hansı bir haqq? Təbii haqq. Bizim dilimiz öldürülür. Bizim dilimiz öldürülür. Bakın bu namiye. Bu İran gazetidir. Bu İran ruznamesidir. Dünenleri çap olubdu. Dünen. Bu İran ruznamesidir. Ben Farsısını okuyuram. Kudekane menatıq do zabane قبل از زبستان فارسی میآموزند. Deyir, iki dilli məntəqələrin hansı iki dilli? Azərbaycan tək dillidir. Deyirlər iki dilli məntəqələr gərək əvvəldə uşaqlıqdan farsça öyrənələr. Biz farsça ilə müxalif deyirik. Biz istəyirik öz dilimizi, öz kültürümüzü, öz fərhəngimizi qoruyaq. Biz bu məzlumiyyəti, bu zülmü kimə deyək? Hər yerə deyirik, sındırırlar, əzizlər, yaxırlar. Hər mərasim qururuq, öz haqqaniyyətimizdən danışaq. Onu sındırmağa çalışırlar. Bəli, bunu hamı bilməlidir. Azərbaycan sınmaz. Azərbaycan sınmaz. Azərbaycan sınmaz. Biz gör nə qədir məzlumuq. Öz məmləkətimizdə, bu İran deyilən məmləkətdə tamam bunun qanına, bunun damarlarına qanı biz təzriq edirik. Ancaq yadıq, yabancıyıq, həman vətəndəki qanına qan təzriq edirik. Damarına qan təzriq edirik. Haçanacan, necə bu zülmü sındıraq? Yəqin Azərbaycan igidləri sındıracaq. Ancaq səbrin, bilsinlər ki, həddi vardır. Dostlarımız deyirdi, dağa qoymursuz çıxaq. Gələcək şəhərlərə, yəqin gələcək şəhərlərə. Yaşasın! Biz ən sadə həqlərimizdən məhrum qalmışıq. Laf o belə təbii, laf o bədvi və ibtidai həqlərimizdən məhrum qalmışıq. Biz öz iqtisadimizi qoruya bilmirik. Biz öz iqtisadimizi qoruya bilmirik və özümüzü qoymurlar ki, o cür ki istəyirik, yaradaq, yaşadaq və istəyirlər bizə həmişə təhmil ola, həm təvərrüm təhmil ola, həm dil təhmil bir bambul çıxardırlar, vətənimizi qoruyaq bir bambul çıxardırlar, bir əmma əgər getirirlər. Bu zülmün nəhayəti yəqin vardır və ona bura yığışanlar və bu yığıncağa qatılanlar və bunlar bilin ki, minlər insanın təmsilçisidir burada.
Bunlar hər şəhərdən bəlkə 10.000 nəfərin hər birisi təmsilçisidir. Biz Səttarxanın hərəkətini davam etdirəcəyik. Biz Səttarxanın hərəkətini davam etdirəcəyik. O da inkişaf tapmış şəkildə. O da təkamül tapmış şəkildə. Həm Səttarxan deyən, həm bu günün ehtiyacları, həm bu günün ehtiyaclarına uyğun niyazlarımız, sözlərimizi və bərnamələrimizi həyata keçiriləcək, əməli elətdirəcək, yerinə yetirəcək. Azərbaycanı əskik sanmayın. Bilin Azərbaycan qadirdir öz haqqını ala və alacaq. Burada görürsünüz, dənə bulanqı qoymurlar faydalanan. Mən biraz çığırıramsa bağışlayın. O tərəfdən də bir bulanqı açıblar, bəlkə səslər təhdü şüa qərar tapar. Biz özümüz müsəlmanıq. Quran, dua, imam, peyğəmbər əhliyik. Ancaq hər nəyin öz yeri. Hər nəyin öz yeri. Bunu qoymurlar. Bizim balaca uşaqlarımız istəyir şeir oxuya. Nəcür çıxırsın? O incə və zərif boğazından səsi hamıya çatdıra bilsin. Gedirik Səfərxanın mərasiminə. Orada görürsən 1000 dənə hoqqa çıxartdılar və bizim dostlarımızı incitdilər. Yaxaladılar, otobusların qabağını kəsdilər və ora-bura apardılar. Mən, nə bilim, bizim hər il böyük və əzəmətli kongremiz Kələybərdə, Babək qalasında qurulan kongremizi ki, ən mədəni və ən idalətsevər və yumuşaq bir hərəkətdir. Çıxırıq dağlara. Biz hər kəs bir yeri sevir, biz də dağı sevirik. Dərdimizi dağa deyirik. Qoymursuz dağa deyək, dama deyəcəyik. Şəhərlərə deyəcəyik. Bunu mən belə deyirəm ki, biz bütün bu hərəkətləri, bu təzyiqlərin hamısını məhkum eləyirik. Siz də yaşasın deyin, təyid eləyin. Yaşasın! Yaşasın! Mən bundan artıq istəmirəm danışam. Fəqət istəyirəm biləsiniz ki, Azərbaycan məzlumdur. Azərbaycan milləti məzlumdur. Öz haqqından, təbii haqqından məhrumdur. Və bu haqqın yolunda nəhayətə qədər çalışacaq və sabit eləyəcək ki, bir mədəni insanlar kimi bu haqqa layiqdirlər. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan!